yaşamağı təxirə salmayın. Bu xəstəliyim bitsin, yaşamağa başlayaram. Bu problem həll olunsun, yaşamağa başlayaram. Və heç bir zaman bunlar həyatlarını yaşamırlar. Əksər insanlar mövzunun birinci hissəsinə köklənirlər. Həyat çətindir. Və mən burada vermək istəmişəm ki, ancaq həyat davam edir. İnsanların əksəriyyəti məhz bura yönəldiyinə görə bunların həyatları davam eləmir. Biz də istəyirik ki, həyatı görsünlər. Yəni hər şey həyatdır. Çətinliyin özü belə həyatdır. Həyat yalnız ağ hissələrdən ibarət deyil. Həyat yalnız qara hissələrdən də ibarət deyil. Həyat ağ-qara zolaqların kəsişməsindən ibarətdir. Yəni hamısına biz kompleks baxmalıyıq. Bizim həyatımızda bir problem gedəcək, başqa bir problem gələcək. Həmişə nə ilənsə çarpışırsan. İş yerini dəyişdin, yeni iş yerinə adaptasiya olmalısan. Qonşun pisdir, köçdün, başqa yerdə başqa nəsə bir problemin olacaq. Nə vaxt yaşayacaqsan? Gözləyirsən, ancaq ağ xətlər gəlsin, o da gəlmir. Bu kitab onu başa salır ki, yaşamağı qara xətlərdə belə təxirə salmaq lazım deyil. Əslində o qara xətt özü elə həyatdır. Həyatımızın gözəlliyi yalnız şirin tərəfində deyil. Acı da olmalıdır, şirini də anlayasan. Bəlkə də sənin çətinlik kimi təqdim etdiyin bir çox hallar çətinlik deyil, bəlkə onu sən uydurmusan.